İstəyirik bir dənə Kufə şəhəridir bura, qədim Kufə şəhəridir. İnşallah Kufə məscidi haqqında biraz məlumat verək. İnşallah sakit olun. Yolumuza davam eləyək Allahın köməkliyi ilə. Kufə şəhəri 4 şəhərdən biridir. Ümumiyyətlə biz şəhərə baxıb deyirik ki, filan şəhər gözəldir, filan şəhər təmizdir. O təmizliklə şəhərin gözəlliyini ölçürük. Amma şəhərdən əlavə müqəddəslik görək hardadır. Allah müqəddəsliyi hansı şəhərlərə verir? Kufə Allahın seçdiyi 4 şəhərdən biridir. 4 dənə şəhər Allah seçib. Onlardan biri nədir? Kufə şəhəridir. Qur'anda adı çəkilən Tur-i Sininin Kufəyə təfsir edilmişdir. Allahın seçdiyi və xüsusi müqəddəslik verdiyi 4 şəhər Məkkə, Mədinə, Kufə və Kərbəladır. 4 dənə Allah seçib, şəhər seçib. Biri Məkkə, bizim Kəbə evimiz, Mədinə, Peyğəmbər məscidi, bir də Kufə. Qulaqsızsınız, yoxsa sağ edək. Biradan işiyor, qalanı qulaq assın. Peyğəmbər cəmanına salavat hədiyyə edir. Məkkə məlumdur, Mədinə də məlumdur. Kufə və Kərbəla 4 şəhərdən biri də Kufədir. Kufə məscidinin xüsusi müqəddəsliyi vardır. Hədislərdə deyilir ki, 1000 Peyğəmbər və 1000 Peyğəmbər vəsiləsi orada namaz qılmışdır. Biz indi Kufə məscidinə gedirik, o məsciddə biz namazlar qılacaq. Buyururlar ki, 1000 Peyğəmbər və 1000 Peyğəmbər vəsiləsi orada namaz qılmışdır. Yəni bizim namaz qıldığımız yerlər Peyğəmbərlərin namaz qıldığı yerlərdir. Hədislərdə bəzisində vurğulanır ki, Kufə Məscid-i Əqsa, Beytül Müqəddəs məscidindən üstündür. Bizim birinci qibləmiz hara olub? Beytül Müqəddəs olub. Beytül Müqəddəs olub. Peyğəmbərimiz təqribən 13 il o tərəfə səcdə edib. İndiki Fələstin torpağı. 13 ildən sonra Cənab-ı Cəbrailin əmrinin vasitəsilə üz döndərilib hara? Məkkə Mükərrəmə. Deyir ki, Kufə məscidi həmin o Beytül Müqəddəs ki var ki Allahın evidir, oradan nədir? Üstün bir məsciddir. İmam Baqir Ələssamə rəvayət edilir ki, insanlar Kufə məscidində nə qədər savab olduğunu bilsəydilər, ziyarət və ibadət üçün hamı o məscidə tərəf hərəkət edərdi. İnsanlar, nə qədər insanlar ki var yer üzündə, İnsanlar bilsəydilər ki, Allah Taala Kufə məscidində nə əzəmət verib, nə böyüklük verib, hamı Kufəyə tərəfinə inərdi, hərəkət edərdi. İmam Baqir Əleyhisselam nəql olan digər bir hədisdə deyilir. Kufə məscidində qılınan vacib və müstəhəb namazların savabı, həm vacib namaz, həm də müstəhəb namazların savabı Allah Rəsulü ilə birlikdə yerinə yetirilən, qəbul olunmuş həcc və ümrə əməllərinin savabına bərabərdir. Sən ki namaz qılacaqsan, həccin savabını Allah Taala verəcək sənə, ümrənin savabını verəcək sənə Allah Taala. Digər rəvayətdə o həzrəti nəql edilir ki, Kufə məscidində qılınan vacib namazlar qəbul olunmuş həcc dərəcəsində, müstəhəb namazlar isə qəbul olunmuş ümrə dərəcəsindədir. Kufə məscidində qılınan bir namazın savabı, Kufə məscidində qılınan bir namazın savabı başqa yerlərdə, adi məscidlərdə qılınan 1000 namazın savabına bərabərdir. Başqa məscidlər də Allahın evidir. Başqa məscidlər də Allahın savabı var. Sən evdə qılmaqla məsciddə qılmaqda böyük fərq var. Amma Kufə məscidində qılınan bir dənə namaz 1000 bərabərini Allah Taala savab verir. Kufə məscidində verilən 1 dirhəm sədəqənin savabı 100 dirhəm sədəqənin savabı. 2 rükət namazın savabı isə 200 rükət namazın savabına bərabərdir. Peyğəmbər zamanı salavat.
Bu məsciddə Peyğəmbər sallallahu aleyhi və səlləm meyraca gedir. Peyğəmbəri Allah meyraca aparır. Peyğəmbər meyracda gördü yer kürrəsində bir də yer parıldayır. Cəbraildən sonra ki, Cəbrail, bura haradır? Bu yer ki parıldayır, bu haradır? Cəbrail buyurdu ki, ya Rasulullah, bura Kufə məscididir. Peyğəmbər sallallahu aleyhi və səlləm yerə indi, Kufə məscidinə indi, gəldi bu məsciddə, göydədir, göy aləmindədir. Allahın əzəmətini, Allah öz qüdrətini aparır Peyğəmbərini göstərməyə. Gəlir, enir yer üzünə Peyğəmbər, 2 rükət namaz qılır Kufə məscidinə və təzədən qayıdır meyraca. Kufə məscidi belə bir üstün, belə bir dərəcəli bir məsciddir. Allah Teala bizləri bu Kufə məscidində inşallah savablardan versin inşallah. Peyğəmbər cəmalına səlavat edəyələr. Deyir, elə bir Peyğəmbər yoxdur ki, bu məscidə namaz qılmasın. Bütün Peyğəmbərlər məscidə namaz qılıblar, hamı. Nə qədər Peyğəmbər var, hamı burada namaz qılıb və ibadət edib bu məsciddə. Bu Kufədə çox ziyarətlər var, burada məqamlar var. Səhlədə olduğu kimi bu məsciddə məqamlar var. İnşallah məqamlara namazlar da qılınacaq. O öz yerində. Amma burada bir neçə dənə ziyarətgahlar var ki, burada gələk məlumat verməyimiz yerinə düşərdir. Muxtar Səqəfinin qəbri bax Kufədədir. Allah rəhmət eləsin, Əhl-i Beytin intiqamını alandır. İmam Hüseyn ağanın intiqamını alan bir şəxsdir Muxtar Səqəfi. Onun qəbri şərifi Kufədədir. Müslümün qəbri. Allah rəhmət elə Müslümə. İmam Hüseyn ağanın elçisi idi. Həzrət İmam Hüseyn əleyhissalam Kufəyə göndərmişdi. Kufəlilər ki, İmam Hüseyn ağanı dəvət eləmişdilər. İmam özündən qabaq Müslümü göndərdi. Kufə cəmaatı Müslümə qarşı çıxdılar. Müslümü qəbul eləmədilər. Əvvəl qəbul edildilər, sonra əhdənə bir vəfa oldular. Və Müslümü o gəldiyimiz Darül İmarə ki var ki, İbn Ziyadın sarayı, Allah ona lənət eləsin. Həmin o sarayın eyvanından Müslümü şəhid edildilər və başını kəsdilər. Onun da qəbri Kufə məscidindədir. Müslüm Babil hacət qapısıdır. Hər kim Müslümə təvəssül edərsə, Allah Teala onun hacətlərini bəradımda bir xeyr yer inşallah. İmamın nümayəndəsi idi Müslüm. İmamın təyin edildiyi bir şəxsiyyəti, Əqilin oğlu. Müslüm bu Allah'ını ziyarət edirdi ya Müseybdə. Və həmin o Müslümün ziyarəti Kufə məscidindədir. Hani İbn Urvə. Kimdir Hani? Hani o şəxsdir ki, Həzrəti Əli əleyhissalamın sırf sahabələrindən olub, gözəl mömin şəxslərdən olub. O da Müslümü evində qonaq saxladığına görə onu da İbn Ziyad neynədir? Şəhid elədi və onun da qəbri Kufə məscidindədir. Meysəm-i Təmmar inşallah bizim qabaqda ziyarətgahımızdır. Buradan bu əməlləri qutarandan sonra gedəcək Meysəm-i Təmmarın ziyarətinə. Meysəm-i Təmmar, Təmmar yəni xurma satan. Həzrəti Əli əleyhissalam buyurdu ki, ey Meysəm, səni ruzu qazandığın həmin bu xurma ağacından asacaqlar. Meysəm deyir, mən hər dəfə bu ağacı suvarı edim ki, ağam mənim vəd verir və vəd inşallah bugün yerini tapacaq. Meysəm-i Təmmarı asırlar həmin xurma ağacından. Ayağını kesirlər, əlini kesirlər. Ayağından, əlindən qan axa-axa deyir ki, ay cəmaat, gəlin, Həzrəti Əlinin fəzilətindən mən sünsün danışım. Belə bir vəziyyətdə. Görür ki, mümkün olmur. Meysəm-i Təmmarın boynunu dəşirlər, dilini kesirlər, dartıb kesirlər və onu o cür şəhid edirlər. Meysəm-i Təmmarın da ziyarəti inşallah bizim axırıncı ziyarətimiz olacaq inşallah. Həzrəti Əmir-əl-Mömin əleyhissalamın evi. İnşallah Kufə məscidindən sonra Həzrətin də evini ziyarət edəcək və görəcəksiniz ki, Həzrəti Əli İslam dünyasının xəlifəsi, dünyanın yarısından çoxunun hakimi olan şəxsin evi necə bir evdə yaşayıb. İmam Həsən, İmam Hüseynin otaqları var, Əvəlfəzanın özünə aid otağı var, İmam Əlinin özünə məxsus quyusu var. İnşallah kim də istəsə onun suyundan aparmağa kanistrlər satırlar
və eləyə bilər ki, evi ziyarət edib qutarandan sonra o kanistri almaqla suyu kranatdan doldurub təbərrükən evə apara bilərlər. İmam Əlinin quyusunun suyundan. Bir də Xədicənin ziyarəti var ki, inşallah o da Küfə məscidindən çıxandan sonra İmam Əli əleyhissalamın qızıdır. Onu da inşallah ziyarət eləyərik. Allahın köməkliyi ilə. Ziyarətlərimiz çoxdur. Allah razı olsun, getdik çörəyimizi yedik. İnşallah gözəl, qəşəng, birliklə bu ibadətlərimizi eləyək və Allah Taala bizə bir tövfiqat verib ki, insan, əzizlər, Seydəli bir dəqiqə, insan nə qədər neymətin içindədirsə, neymətin qədrini bilmir. Bax, biz sabaya bir gün çıxırıq da, düzdür. Biz evə gedəcəyik, biraz dincələndən sonra deyəcək, ilahi neymət çıxdı əlimizdən. Deyəcək, ey kaş olaydıq, bu ziyarətlər eləyəydik. Nə qədər ki, insan belə bir varlıqdır ha. Nə qədər insan neymətin içindədir, neymətin qədrini bilmir. Elə ki, neymət əlindən çıxdı, ondan sonra neymətin qədrini bilir. Allah Taala bizi böyük tövfiqat verib, inşallah özümüzü, ailəmizi, ölkəmizi, cəmi iltimas dua eləyənləri dua eləyək inşallah. Peyğəmbər və ali Peyğəmbər cəmallarına, Kərbəlayı Vidadi qardeşimiz, Hacı Seydəli qardeşimiz və sizlər ki, əziyyət çəkirsiniz, ənvatlarımız haqqında, salamatçılığımız haqqında salavat hədiyyələr. Səhlə məscidində olduğu kimi, bu məsciddə də məqamlar var və məqamlarda biz nə edəcək inşallah? 2 rükət namaz qılacaq inşallah. İmam-ı Zaman ağanın salamatçılığına və təcili zuhurundan ötürü gözəl bir 3 dəfə salavat. Allah əcr versin, Allah qəbul etsin. Ya Allah.